Həmzənin ciyərini yeyən arvadın nəvəsindən nə gözləmək olar? Pak ciyərlər çeynəyənin babasından nə gözləyirsən? Əti şəhidlərin qanı ilə artan adamdan nə gözlənilər? Biz əhli beytlə necə rəftar eləməlidir? Bizə ancaq düşmən gözü ilə baxar. Sonra da utanmadan arsızcasına deyir ki, kaş dədə babalarım burada olub sevinə və mənə deyərdilər, var ol Yezid. Sən Əbu Əbdullahın, cənnət cavanlarının ağasının dişlərinə vurursan, çubuğunla onu döyəcləyirsən, Allah özü sənin elədiklərinin cəzasını versin. Bədrin əvəzini Kərbəlada çıxdıq. And olsun Allaha, çox pis iş gördün. Mühəmmədin nəslini qırmaqla özünə təsəlli verirsən. Əbdülmütəllib nəslindən olan parlaq ulduzları